Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü ve sena'u lillahi rabbil alemin vel âkıbetu littaqva vel yaqin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Habibina ve habibi ilahil alemin. Ebil Qasım Muhammed sallallahu ve ala ehl-i beytihi teyyibine tahirinel ma'sumin ve la'natullahi ala a'daihim ecmaîn. Minel ân ila kıyavmi yevmiddin. Rabbi şrah li sadri ve yassir li emri ve ahlul uqdeten min lisani yefqahu kavli. Sadakallahul aliyyul azim. İbadallah, usikum ve nefsi tekvallah. Əziz müminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyi dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Bir mövzu barəsində biz dəfələrlə danışmışıq bu mövzunun barəsində, amma daha çox danışılmağına ehtiyac var bu mövzunun və biraz da çətin başa düşülən mövzulardandır ki, o da qəza və qədər mövzusudur. Qoy öncədən buna deyim ki, qəza və qədərin barəsində Allah mütəal buyurur ki, qəza və qədər sirrullah, Allahın sirlərindəndir. Elə adından məlum olduğu kimi bir şey ki, Allahın sirridir, biz onu sirri adam bilməz də, başa düşə bilməz. Yəni qəza və qədəri biz tam dərk eləyək, başa düşək, biraz bizim üçün məchul bir məsələdir. Amma bir təsəvvürümüz olmalıdır, qəza və qədərin barəsində bir anlayışımız olmalıdır ki, qəza və qədər iki söz birləşməsidir də, qəza və qədər sözlərindən təşkil tapıb. Qədər uca yaradanın əzəli elmi ilə bütün hadisələri öncədən bilməsinə deyilir. Qədər yəni Allah, mən sabah 5 ildən sonra, 10 ildən sonra nə edəcəklərimi öncədən bilir. Yaxşı. Qəza Allahın təqdir etdiklərinin vaxtı, zamanı, şəraiti yetişdiyində baş verməsidir. Diqqət elədiniz, vaxtı, zamanı və şəraiti. Yəni, o hadisənin baş verməsi üçün şərait hazır olmalıdır. Zaman hazır olmalıdır. Ondan sonra bu hadisə baş verir. İlahi qədər, Quran-ı Kərimdə buyurur, və kulli şeyin indahu bi qədərin. Hər bir şey, Allahın yanında bir qədəri var. Yəni, Allah hər şeyi özü bir ölçüdə qoyub. Qədər yəni ölçü, bir nizam. Hər şey onun yanında müəyyən bir ölçüdədir. Başqa bir ayədə Allah mütəal buyurur, İnnə kulli şeyin xələqnahu bi qədərin. Həqiqətən Allah hər şey bir ölçüdə, bir qədərdə özü təyin edib. Amma bu qədər bizim həyatımızın mütləqi deyil. Qəza bu qədər bizim dinimizdə etiqadı bir məsələdir. Qəza və qədərə iman gətirmək şərtdir. Bir nəfər qəza və qədərə iman gətirməsə, dindən çıxar. İslamın etiqad məsələsidir bu. Lakin qəza və qədəri biraz düzgün başa düşmək lazımdır. Qəza və qədər bu deyil ki, Allah mənim üçün bəlli bir alın yazısı yazıb və mən ondan çıxmaq ixtiyarım, imkanım yoxdur. Allah əzəli ilmi ilə bu hadisələri öncədən bilir, amma səni və məni bu məsələlərdə müəyyən ixtiyar sahibi qoyub, dəyişmək imkanımız var. Yezidin mütləq Yezid olmaq kimi bir əmri yox idi. Dəyişə bilərdi qədərini. O cinayətə imza atmaya bilərdi. Bu cür deyil, bəzən o qədər yanlış nəticələr çıxardır bu düşüncə ki, bəzi insanlar deyir ki, məsələn, sən nə iş bu gördün? Deyir ki, Allah mənim taleyimi belə yazıb. Gedir içki içən olur, deyir Allah taleyimi belə yazıb. Gedir narkoman olur, deyir Allah mənim taleyimi belə yazıb. Gedir intihar edir, deyirlər ki, Allah taleyimi bu cür yazmışdı. Xeyr, Allah bu cür taleylər yazmır. Bir adam gedir, səhvlər eləyir, yanlışlar eləyir. Dəfələrlə yanlışlarını təkrar eləyir, həyatındakı yanlışları. Məsələn, bir irad bildirəndə ki, niyə bu işləri görsən, deyir ki, Allah da mənim qədərimi bu cür yazıb. Yalan danışırsan, öz səhvlərini Allahın boynuna qoyma. Sən o səhvi bir dəfə gördün, 2 dəfə gördün, 3 dəfə gördün, nəticə çıxartmadın ki, bala. Sən hər dəfə bu səhvləri eləyəcəksən, Allahı günahkar bilmək üçün, yox, bu yanlışdır. Sən gələcəksən, Allah buyurur Quran-ı Kərimdəki və hədəynahu nəcdəyn, biz o 2 dənə yolu, haqq yolundan batıl yolu, küfür yolundan
xeyir yolunu insana göstərmişik. Seçim sənin əlindədir. Sən ya Allahın dostu olacaqsan, ya düşməni. Ya Allahın dinini sevəcəksən, ya onun dininin düşməni olacaqsan da. Bu sənin öz seçimindir. Bir adam gələcək, məscid bina eləyəcək, bunun öz seçimidir. Çünki Quranda buyurur, məscid bina eləmək çox böyük, əzəmətli işlərdəndir. İnnəmə yə'muru məsacidallah mən amənə billah. Allahın evlərini, məscidləri, Allaha iman gətirmiş yaxşı kişilər Allah evi tikərlər. Bir də gəlib deyir ki, məsələn, mənim imkanım olsa, mən məscidləri sökərəm, yerində məktəb tikərəm. Bəzi gəlişi, xoş sözlərlə insanlar içindəki din nifrətini bir olsa verirlər. Əvvələ budur ki, yer-göy qutardı, məktəb tikməyə bizim yerimiz qalmadı. İkincisi, niyə məktəb tikmək çox gözəl bir şeydir? Təhsilə dinimiz çox böyük önəm verir. Yaxşı, gəlin bu cür təklif eləyək də, deyək ki, mənim imkanım olsaydı, nə qədər vətənimdə küfr ocaqları var, cavanları pozan yerlər var, günah obyektləri var, mən onları söküb məktəb tikərəm ki, qızlar orada üzr istəyirəm, əxlaqsızlıq yoluna oğlanlar narkomaniya düçar olmasın. Əvəzində məktəbə gedib təhsil alsın. Niyə məscidi sökürsən ki? Din iki şey bizə əmr edib. Həm elm, həm mənəviyyat. Məktəb bizim elm ocağımızdırsa, məscid də bizim mənəviyyat ocağımızdır. Və mənəviyyat olmadan heç bir cəmiyyət inkişaf edə bilmir. Niyə qoy mənəviyyatla elm bir yerdə olsun da, paralel olsun, həm məscidlərimiz olsun, həm məktəblərimiz olsun. Allaha şükür, bu günləri məscidlərimiz var və görürsən, elə dövlət də bir ucdan məscid tikir, məscid bərpa edir. Sən çıxıb deyirsən ki, mən məscidi sökürəm. Bu hansı düşüncədir? Mən ümumiyyətlə tək bu məsələnin üstündə durmaq istəmirəm, amma bəzi insanların içində bir dini aqresiya var. Hər zaman o dini məsələni vurmaq üçün nəysə bir başqa bir yaxşı əməli gətirib onun müqabilində qoymağa çalışırlar. Xəstələrə yardım gəlir, həcc mərasimi çatanda hamının yadına düşür ki, niyə cəmaat 10.000 xərcləyib həccə gedir də, getsin ehtiyacları əl tutsun. Dinimiz elə bunu dünən də deyirdi, ehtiyacları əl tutmaq və müsəlmanlar, möminlər elə həmişə ehtiyaclara da əl tuturlar, imkanları da olanda həccə gedirlər. Niyə başqa, məsələn, təmtaraqlı, çox bahalı, milyonluq toylar eləyəndə xəstələr yada düşmür, milyonluq maşınlar sürüləndə xəstələr yada düşmür, milyonluq adalarda gedib istirahət eləyəndə xəstələr yada düşmür, Allahın ildə bir dəfə vacib həcci gələndə xəstələr yada düşür. İldə bir dəfə müsəlmanların qurban bayramı gələndə heyvan haqları yada düşür. Kimin nə ilə davası var, məscid yada düşür. Kimin kimlə davası var, din xadimləri yada düşür, müsəlmanlar, möminlər yada düşür. Niyə axı, niyə? Səbəbləri nədir bu şeyləri? İnsan özü-özündə təhlil eləməli ki, mənim içimdə dini əhkam məsələləri bir də aqresiya var. Mən hər fürsət tapanda buna bir söz deyirəm.